Dostlar salam, hər vaxtınız xeyir olsun. Foodcast YouTube kanalımızda Məcmazar adlı layihəmizin növbəti buraxılışı. Yeni ilə ilk buraxılışdır. Bəli, bəli. Yeni ilə belə deyək, 2026-cı ildə ilk buraxılışımızdır. Topazın baş sponsorluğu ilə izləyirsiniz bu layihəmizi. Artıq 6-cı buraxılışdır ki, yayımlanır bizim Foodcast YouTube kanalımızda. Hər həftə sizi kuponlarımızla tanış edirik. Banko kuponlar, seçilmiş oyunlarımız olur. Hansı ki, ötən həftədə xüsusilə seçilmiş bəzi oyunlarımız gəldi. Rafaelin Tottenham Sunderland 1-1 qarşılaşması, Wolverhampton nəhayət ki, qələbə qazandı. Onu demişdik əminliklə. Yanında onun var idi orada. Milanın X heç nədən qələbəyə çevirəcək oyunu. Belə bir qədər yüksək sayıla biləcək əmsallı oyunlarımız gəlmişdi. Tilsim qırıldı, biraz o pis oldu. Rafael ardıcıl 5 buraxılışımızda banko kuponlar gəlmişdi. Xüsusilə Rafael seçilirdi banko kuponlarda son zamanlar, amma bu dəfə nəsə Liverpool imkan vermədi ki, son saniyədə. O nə qolda buraxırsan. Amma haqqına da qoy kupon yansın, amma o qol möhtəşəm qol idi. Möhtəşəmdir. Və beləcə bir qədər qırıldı. Ona görə Rafael bizim bir ənənəmiz var idi. Həmişə kim udurdusa o başlayır. Kim udurdusa öz aramızda banko kuponlarda o növbəti verişdə kuponla başlayırdı. Bu dəfə gəl kuponları saxlayaq axıra. Seçilmiş belə deyək, özümüzün bu həftə xüsusi güvəndiyimiz oyunlardan ibarət olan üçlü kuponu saxlayaq sona. Əvvəldə bir kampaniya vurğulayım. Topaz Fan Club'ın keçirtdiyi Altını Vur kampaniyasında bu həftə 5-ci turunda, yəni geridə qoyduğumuz həftə 3 nəfər 4 dəqiq hesab tapıb kampaniyada. Artıq kampaniya 1 ay müddətində davam edir, biraz da artıq və hər kəs məlumatlıdır, amma biz xatırladacağıq. Bu həftə 3 qalib olub 10.000 TPZ, 10.000 bonus qazanıblar Topaz Fan Club'dan. Qalibləri təbrik edir Topaz Fan Club və hər biri ilə yaxın müddətdə əlaqə saxlanılıb. Onlara bu bonus mükafat təqdim olunacaq 0 manatla. Bir daha xatırladaq, bu kampaniyada iştirak edə bilərsiniz. Bu həftənin oyunları da var. Az sonra Rafael təqdim eləyəcək ki, bu həftə hansı oyunlara siz dəqiq hesab yazmalısınız. 6 oyun yazsaz 250.000 AZN qazanırsınız bu nağd şəkildə. Yox, 6 oyundan 5-ini tapsaz 125.000, daha doğrusu 25.000 TPZ qazanırsınız və 6 oyundan 4-ünü dəqiq müəyyənləşdirirsiniz. Hansı ki 3 nəfər ötən həftə qalib oldu. Onda 10.000 TPZ. Qaliblər çox olduqca bonuslar bölünəcək həmin qaliblər arasında. Yalnız 6-da 6 edənlər isə nağd şəkildə 250.000-i qazanmaq fürsəti olacaq. Bax, belə ətraflı məlumat linkdə də bizim rəy bölməsində də keçid üçün link qoyulacaq. O linkdən Topaz Fan Club'ı yükləyə bilərsiniz. Ətraflı məlumat üçün isə məhz Topaz Fan Club səhifəsinə daxil ola bilərsiniz və burada həmin Altını Vur kampaniyası üzərinə belə deyək, tıklayaraq məlumat əldə edə bilərsiniz. Bax, belə bu həftə oyunlar hansılardır? Onları sən təqdim elə. 6-cı turun oyunları seçilmiş 6 oyun. Werder Bremen Hoffenheim, Heidenheim'la Köln oynayacaq. Newcastle-la Bournemouth'un oyunu. 4-cü oyun Tottenham Aston Villa, Manchester United Brighton və Inter Napoli oyunu ilə 6-cı tur. Maraqlı oyunlar var həftə. Bəzi çempionatlar yəni artıq yavaş-yavaş fasilədən sonra start götürür. Başlayıb demək hamısı. Ona görə öz mərcinizi məhz bu ekranda gördünüz. Altılı oyunlara mərc edə bilərsiniz. 250.000 qazana bilərsiniz. 0 manatla. Sizin öz əlinizdədir. Rafael, bu həftə yenə də dedim, ənənəni bir qədər dəyişək, kuponları sona saxlayaq. Hansı oyunlar var həftə sonu maraqlı seçmisən? Nə bilim, Dumbartondan tutmuş Sparta. Mənim sevimli Şotlandiya 2-ci, 3-cü liqalarım yox. Hansı oyunlar var bu həftə sənin nəzərindədir və nə təklif eləmək olar bizi izləyənlərə? Keçən həftə öz rəylərinizi də yazın. Hər həftə yazırsınız, biz baxırıq ki, bəlkə kimsə də sizin o rəylərdən istifadə edə bilər. Üçlü, dörtlü oyunlar, həftənin ən güvəndiyiniz oyunları rəy bölməsində yazsaz əla olar. Buyur. Bu həftə bəzi maraqlı oyunlar yenə diqqətimi cəlb elədi. İndi keçən həftə sənin də Wolves var idi, məndə Tottenham var idi ki, dəqiq hesablar, bəli, qələbələr düz gəldi Milanla oyunu. İndi bu həftə də belə bir oyun İngiltərə FA kubokundadır. Everton Sunderland oyunu var. Bu oyunda 90 dəqiqə ərzində məncə 0-0 1-1 hesab ilə heç olacaq. Everton Sunderland. Bəli. Səhvəmsə təkli olmalıdır FA Cupda, yəni yoxsa cavab oyunu olur. 16-15-də yox, heç olansa cavab oyunu olur, səhvəmsə elə olmalı. Hə, birli oyundur. Yəni birli oyun. Hə, onda bu oyun heç olacaq, uzatmaya gedəcək. Mən heç düşünürəm. Belə dəqiq hesabda məncə 0-0 1-1. İnanmıram burada qol olsun. Yəni 6 oynamaq da olar. İlk 90 dəqiqə ərzində. Ondan əlavə maraqlı bir oyunda Almaniyadan Sant Pauli ilə RB oynayacaq Leipzig. Leipzigin əmsalı 2-dir hal-hazırda. Qələbəsi. Bəli. Son zamanlar yəni Leipzig belə tutmalı yaxşı oynayır. Bir dənə düz Leverkusenə məğlub oldular, amma məncə
Səfərdə Sant Paulini Leipzig 2 əmsalla məğlub edəcək. Yəni burada 2-0 belə bir hesab düşünürəm. Məncə bu biraz əmsalı artırmaq istəyənlər bu oyuna da göz ata bilərlər. Ondan əlavə Almaniyadan bir oyun da var ki, Leverkusen Stuttgart oyunu. Burada əmsallara baxsaz deyəcəklər Leverkusen favorit kimi həm də evindədir, amma məncə bu oyunda Stuttgart uduzmayacaq. Səfərdə Stuttgart məğlub olmayacaq. Bəli, burada heç-heçə yenə də ilk öncə 2-2 gedər oyuna. Məncə də elə bir şey olacaq. 2-2 məhsuldar heç-heçə. Məhsuldar heç-heçə. Yəni bəlkə də Stuttgart udar da 3-2 də ola bilər. Stuttgart belə deyək, sevir Bayer Leverkusen səfərində 2 gol vurmağı. Təxminən 5 oyundan 3-ü 2 qollu bitib, düzdür, məğlub olub, bərabərlik olub bu oyunlarda. Amma yenə də vura bilir. Yəni son 3-4-ün statistikasını götürsək, son səfər statistikasını götürsək. Və növbəti oyun bir də yenə İngiltərə. Burada yenə Manchesterdən deyəcəm. Manchester United hələ ki mənə doğruldur. Manchester bildiyiniz kimi baş məşqçi göndərildi. Yeni baş məşqçi hələ ki əvəzləyici Darren Fletcherdir. İlk oyunda da kubok oyununda çıxırlar Brightona qarşı evində. Məncə 1.85 əmsal verir. Yox, ilk oyun olmayacaq məncə həftə içi, çünki birinci oyun onlarlandır. Yəni kubok oyunu yox, həftə içi oyunlar Burnley oyunu var. Burnley ilə oyun 8-i, ondan sonra kubok oyunu var. 7-8-nə keçən gecə Burnley oyunu var, ona görə. Mən oyunun vaxtından 11-i isə Brightonla oyunda olacaq. Biz həftə sonuna zaten veririk. Brightonla olan oyunda məncə qələbə qazanacaq evində. Burnley də məğlub edəcək, məğlub eləməyinə, amma Brightonu məncə çox rahat şəkildə evində məğlub edəcək. Adətən baş məşqçi dəyişiklikləri həmişə komanda ilk oyunlarında təsir eləyir, hə. Ona görə United-ın da qələbəsini daxil eləməyə olar. Burada belə deyək, çətin oyunlar sırasında Stuttgartın da fail təqdim elədi, Evertonun bərabərliyini, Sunderland-dən bərabərliyini təxmin edirik ki, yəni bu oyunlara siz bir də RB-nin 2 əmsalını dəyərləndirməlisiniz. Leipzigin də qələbəsi 2 üzərində, əmsal üzərində dəyərləndirilir. Bax bu oyunları siz bir kupon təşkil etsəz, 10, 15, 20 əmsallı kupon, ora rahatlıqla daxil edə bilərsiniz, yoxlaya bilərsiniz. Mənim bu həftəyə seçimlərim sırasında kuponları saxlayaq sona. İngiltərə Ligue 1-da da oyunlar var. İtaliya seriyasından da bir oyun seçmişəm və İtaliyanın əsas divizionunda da oyunlar var. Gəl başlayaq, Lazio yandırır. 13-cü, 12-ci turdur ki, bu komanda alt üst gəlməlidir. Bu Napoli-lə. Yox, burada yəni əslində Verona oyunda qeyri-adi bir şey olmaz əgər oyun məhsuldarlığa getsəz. Hər zaman deyirəm qırılan seriyalar. Amma mən nədənsə bu oyunda artıq birdən-birə partlayışın olacağını düşünürəm. Desən bol qollu. Yəni ki 3-5 üstə. Yəni bu oyunda 4 qol üzərində olan bir oyunda, hətta ilk hissələrdən ilk 15 dəqiqəyə vurulacaq 1 qol, ilk hissədə vurulacaq 2 qol, toplamda vurulacaq 4 qol. Yəni 4-4-ün üzərində qol. 3-1, 3-2 bax belə. Çünki bu birdən-birə gəl 12-13 oyun oynayırsan alt və birdən-birə sənin partlayışın çox yaxşı olur da. Yəni bəzi elə statistikalar olur. Ona görə Lazio Verona oyunu götürmək olar. Verona'nın da son 5 oyunu üst bitib ha. Verona'nın da bitib. Lazio'da amma əksinə. Yəni ona görə Verona qol vurub buraxmaq. Hətta 6 oyun. 6 oyunda üst oynayır Verona. Bax bu əks arqumentdir. Bir-birinə əksində əks arqumentdir, amma gəlin Lazio tərəfdən baxaq məsələyə. Ona görə Verona da evində oynayır. Ümumiyyətlə 6 oynayır da. 6 oynayan komandada. Ona görə bu dəfə mənə elə gəlir ki, bu seriya burada qırılacaq. Bunu yəni biraz riskli, çətin saydığınız kuponlarda daxil eləmək olar. Rahatlıqla, gözdən çıxartdığınız oyunlar sırasında rahatlıqla daxil eləmək olar. Daha bir oyun mən İngiltərədən Luton Stevenage qarşılaşması var. Buna mən hissədən Lutonun qələbəsinə çevriləcək oyun kimi. Yəni birinci hissə bərabərlik, ayrı-ayrı yoxlaya bilərsiniz. İlk hissə bərabərlik, ikinci hissə Lutonun qələbəsi və yaxud da birləşdirib kombo variant kimi X-dan 1-ə gedəcək oyun kimi götürmək olar bu qarşılaşmanı. Stockport Huddersfield Ligue 1-da oynayacaq. O da eyni saatda başlayır. Ayın 10-u saat 16:30-da. Buna isə ümumiyyətlə bərabərlik variantını təklif eləyərdim. Burada bir-birlik falan hətta qolsuz və yaxud ən yaxşı halda bir-birlik bərabərlik gözümə dəyir. Nədənsə bu maçda Stockport Huddersfield maçında bu iki oyun buradan və gələk İtaliya A seriyasında daha bir qarşılaşma var. Bu artıq şənbə günü 10 yanvar tarixində keçirilir. Como Bologna. Como Bologna mənə elə gəlir ki, Como da yaxşı tərəfdən özünü göstərə bilir. Bologna da qol vurmaq qabiliyyəti var. Como da evində güclüdür bu baxımdan. Mən Como'nun qalib gəlməsini düşünmürəm. Bologna ona qol da vurub bir bərabərliyə aparacaq. Burada birdən X-a gedən oyun fikirləşirəm. Como'nun ilk hissəni qələbə ilə başa vurub o ümumi oyunu heç-heçə bitirəcəyi.
bundan parçalasaq bir neçə qola, Koma birinci hissə qələbə, hı. ümumi oyun X, hətta 1x yazmasanız belə ən azı ümumi oyun HSS-ni götürmək olar və yaxud ikinci hissə Bologna qələbə variantını götürmək olar. Bax belə üçlü ayrı-ayrı Maraqlı variantlarda da yanaşmadır. yoxlamaq olar. Ümumi birdən X-a gedəcək oyun kimi də Como Bologna oyununu götürmək olar. Bax belə. Bir də Leyton Orient Cardiff qarşılaşması var ki, mən burada Cardiff-ə qələbə. qələbə getməzdim. Mən Kim burada sal verir hal-hazırda evində qələbəsinə? oynayır. Qələbə variantı da var. Yəni o variantlar sırasında liderdir Cardiff. Outsiderlər sırasında isə Leyton qarşılaşıb, amma bunu niyə əsas oyunlar belə deyək, seçilmiş oyunlarım sırasında saxlamadım, sadəcə riskli. Qol-qol variantına getmək olar. Leyton Orient evində vuracaq Cardiff-ə. Mənə elə gəlir ki, əsas seçim bu ola bilər. Qarşılıqlı qol variantı. İngiltərə League One, Championship və ümumi olaraq İtaliya Serie A-da bu həftə seçimlər sırasında bax bu var. Almaniya Bundesliqasından bu həftə nədənsə çox Oyunları çox bilirsən niyə ilk turdu fasilədən sonra. ki, necə gəldiyinə adam başa düşür. Güvənmək bir qədər istəmirəm. Sürprizlər olan turlar olur həmişə. HÇÇ-lər Union Berlin Mainz qarşılaşması var. Burada da nədənsə gözümə bir HÇÇ variantı dəyir, amma bunu qeyd edirəm. Seçimlərim sırasında yox idi. Sadəcə indi nəzər salıram oyunlar sırasına. Almaniyada daha sonra hansı oyunlar var? Federasiya Kubokunda istənilən sayda oyun var. O çıxır finalda çoxdur oyunların sayı. Ona görə burada siz sən oradan bir oyun, iki oyun təklif elədin də. Hə, iki oyun, amma digər variantlara indi də göz gəzdirirəm. Yox, elə seçimlərim yaxşıdır. Yerində qalsın, fikirlərimizi qarışdırmayaq. Mən təklif eləyəcəm artıq keçək əsas. Bir oyunu da deyim, bayaq buyur. Şotlandiyadan Aberdeen Rangers oynayacaq. Gol yoxsa? Yox, Rangersin təmiz qələbəsi, Rangersin 2 topla. Səfər qələbəsi. Bəli, səfər qələbəsi 2-10 üzərində hal-hazırda əmsal verir Rangers. Qonaq komanda Bəli. qələbə və qonaq komanda 2 gol. 2 gol. 2 gol. Bu da Aberdeen səfərində 2 gol vuraraq qələbə qazana bilər rahat şəkildə. 2-1 bəlkə də 2-0 oyun. Yaxşı. Oviedo Betis var. Ayın 10 saat 5-də. Keçirsən Betis kuponlara. Yox. Betis də Real Madriddə böyük hesabla məğlub oldu. Oviedo da 12 xalla turnir cədvəlinin zirzəmisindədir. Oviedo Betisə maraqlıdır. Axır keçən dəfə qol vurdu. Keçən həftə qol vurdu Oviedo. Oviedo, hə. Gol Bir dənə vura zəhmət bilmədi. olmasa Betisin xahiş edəcəm. Mən burada səfər qələbəsi neçədir ona baxardım. Mənə elə gəlir ki, Betis Oviedo səfərində o Realın 1-5 hesablı məğlubiyyətin əvəzini çıxacaq. Hal-hazırda 1.90 əmsal verir. 1.90-la Betisin səfər qələbəsini götürmək olar. Reala uduzdular, amma bu komanda o cür hesabla keçəcəklər desən. uduzmalı komanda deyil. Ona görə çətin səfərdir. Əslində statistika Oviedo meydanında 1-1lik bərabərliyi göstərir. Amma mənə elə gəlir ki, Betis 1-0 hesabı ilə qalib gələcək səfərdə. Oviedo ilə maçda. Bax belə, bu oyunlar var və keçək məncə əvvəldə hər zaman elədiyimiz o güvənilən oyunlar seriyasında Rafael zəncir qırıldı 5-ci oyunda, amma bir yeni zəncirə başlayırıq bu gün. Yeni başlanğıc hansı oyunlar var bu həftə seçilmiş oyunlar sırasında? Nəyə güvənərdin? Hə, qəşəng. Gəldik burada maraqlı söhbətlərə. Maraqlı söhbətlərdən biri. PSV ilə Hollandiya liqasına gedirik. PSV qayıdıb, məncə yaxşı istirahət ediblər. Son turlarda düzdür biraz yaxşı çıxış eləməmişdilər qış fasiləsinə gedəndə. Səfərdə oynayıb amma hə? Yox, PSV evindədir. PSV evindədir. PSV məncə evində rahat şəkildə qalib gələcək gəlməyinə. Lakin burada PSV-nin birinci sayında 2 qolunu düşünürəm. 1.87 əmsal verir hal-hazırda. Özünün 2 qolu. Bəli. PSV 2 qol vuracaq birinci hissədə. Ondan sonra ayın 11-i olan 2 oyun var. İkisi də FA Cup'dandır. Arsenal, bir də Chelsea-nin oyunları. Arsenal məncə bunlar hamısı əsas heyətdə olacaqlar. Arsenal ikinci heyətdə çox güclüdür. Məncə Arsenal rahat şəkildə 3-4 qol vurar burada. Çoxdan da zaten 3 qol. Bir dənə Aston Villa vurmuşlar. Onda qonaq komandanın orada da birinci sayımda Arsenalda 2 qol gözləyirəm. Rahat şəkildə birinci hissədə işlərini həll eləyəcəklər. Düşünürəm Gabi Jesus da qol vurar həmin oyunda. Chelsea də yeni baş məşqçisi ilə çıxacağı oyunlardan biridir Charlton'dan. Bildiyimiz kimi bu günləri yeni baş məşqçi açıqladılar Liam'ı 6 illik müqavilə ilə. Chelsea də düşünürəm ki, eyni şəkildə Charlton'a birinci hissədə 2 qol vuracaq. Belə deyək, biraz gövdə göstərisi eləyəcəklər oyunçular. Aha. Yəni kim nəyə qalibdir onu göstərəcəklər. Burada yəni 3 oyun PSV, Chelsea-nin, Arsenal'ın üçünün də birinci taymda 2 qol, 1-5 üstünə 3 komandanın. Hər biri 1.90, 1.80. Hamısı elədir. 1.80, 1.90. 3 oyunu birləşdirsəz, onda normal əmsal almış olarsınız. Məncə
Dördün uğurlar üzərində arzulayırıq. əmsal olacaq. Həmişə vurğulayaq, o devizi də vurğulayaq ki, mərc etməyin əsasında əylənmək dayanır. Elə də ki, hər zaman əylənən. Ona görə biz bunları sırf mərc edənlər üçün Topazın baş sponsorluğu ilə olan bu verilişimiz, bu layihəmiz Mərcimazar sırf mərc edənlərə hədəf kütləsi seçib və onlara bir statistika baxımından istiqamət və məlumat kampaniyalar barəsində məlumat xarakteri daşıyır. Ona görə əgər bu mərci edirsinizsə, biz xahişimiz var ki, yalnız həftə sonu əylənmək məqsədi ilə müəyyən məbləğinizi ayıra Qazanmaq bilərsiniz. yöntəmi deyil. Bax belə, mənim oyunlarım Leicester oynayır FA Kubokunda Cheltenhamla səfərdə 2.5 üst. Təxminən son baxdığımda 1.58 əmsalı var idi bu qarşılaşmanın. Villarrealın Alavesla oyunu var İspaniya La Liqasında saat 19:15-də 10 yanvar tarixində. Mən bu oyuna üst deyəcəm. Hətta dəqiq hesabla 3-1. Mənə elə gəlir ki, bu oyun 3-1 hesabı ilə bitəcək. Qarşılıqlı gol 2.5 üst, amma kuponumda 2.5 üst variantına gedəcəm bu qarşılaşma üçün. Maraqlı yanaşma. Leicester 2.5 üst, Villarreal 2.5 üst və Valencia Elche ilə oynayır həmin günü gecə saat 12-də. Yəni onun Orada oyununa 2.5 keçən üst. gecə yox. Orada bir qədər ehtiyat eləmək lazımdır. Valencia o komandalardan deyil ki, güvənəsən hər zaman. 1.5 üstünə 1.40 civarında, 1.38, 1.40 civarında əmsal verir. Yəni 2.5 üstü 2.05 əmsal idi. Yəni bu oyunların 1.5 üstünə 1.38 verir. Ona görə bir qədər güvənilən oyunlar sırasında bunu daxil etmək olar. Elçenin bu oyunda qolu olacaq. Hətta Elçe səfər qolu da yazmaq olar. Amma gəlin kupon halında yazırıqsa 1.5 üstə dəyərləndirək. Digər iki oyun isə 2.5 üst. 1.58, 1.80 üzərində Villarrealın təxminən 1.75, 1.78 üzərində Villarrealın üstü var idi və 1.38. Bax belə bir kiçik bir kupon təqdim etmiş olduq. Əlavə Sənə var. deyim ki, mənim kuponum bilsən hal-hazırda nə qədər Neçə? 8 var, 7. 12 12. 12.72. Onda 2-nin üzərində olan əmsallar var. Arsenala da hal-hazırda yəqin ki bu düşəcək bu əmsallar Aha. düşünürəm. Arsenala da Chelsea-yə də ikisinə də 2.43, 2.80 verir. Mən hal-hazırda. sənə deyim, mən həmişə sənə güvənmişəm, amma bu həftə çətin seçimlərdir. Çünki Federasiya kubokudur. Federasiya İkinci heyət kubokun- məsələsi var. İkinci heyət, ikisinin də ikinci heyəti çox güclü. Görək, yəni belə deyək də, təxminlər doğrulsun. İstəyimiz odur. Amma çətin oyunlardır. Yəni də Çətin özünüz oyunlardır, amma oyunlar sırasında 12.72 əmsaldır. Məncə qəşəng əmsaldır. dəyərləndirə bilərsiniz. Bəli. Bax belə, bu həftə Topazın baş sponsorluğu ilə Mərcimazar layihəmizi də təqdim etdik. Sonuna gəlib çıxırıq. Sonda Altını Vur kampaniyasının şərtlərini bir daha xatırladıq. 6 oyun bu həftə təqdim olunub sizə. Təkrar ekranda görürsüz. Məhz bu oyunlara 6 dəqiqə hesab yazan şəxslər 250 min AZN nağd şəkildə pul qazanacaq Topazdan. Pulsuz. Artıq 3-cü turda uduş olub. 2 Bəli, iki nəfər nəfər udub. qazanıb 250 mini, yəni həmin mükafat yarı bölünüb şərtlərə əsasən və 125 min AZN qazanıblar. Bəli. Digər şəxslər isə müəyyən TPC-lər, onlar da qaliblər arasında bölünmüşdü. Ötən həftə isə artıq 3 nəfər 4 dəqiq hesabı tapmışdı və 10 min TPC onlar arasında bərabər şəkildə bölünüb onlara təqdim edilib. Siz də 250 mini qazanmaq istəyirsinizsə, məhz bu kampaniyaya daxil olursunuz. Hələ ki kampaniya müddəti davam eləyir və 6 oyuna dəqiq hesab yazaraq şansınızı yoxlayırsınız. 4, 5, 6 hesab sizi mükafatlara yaxınlaşdıracaq. Sağ olun. Növbəti həftə yenidən görüşmək üzrə deyirik. Hələlik. Hələlik.